sevən, dəyər verən, həyatda özünü tapmış, ayağı yerə basan kişi onsuz da xanımı üçün ən gözəl şəraiti yaratmaq istəyir. Biz adekvat bəylərdən danışırıq hal-hazırda. Adekvat hər bir bəy heç bir manipulyasiyasız demək olar ki, onsuz da xanımı üçün bütün gözəllikləri yaratmaq istəyəcək. Nəyə görə? Birinci ona görə ki, o xanım bizim yaşadığımız ölkənin mental dəyərlərinə görə xanım onun adıdır, xanım onun namusudur. Bəli, onun belə deyək də bir anlamda vizit kartıdır. Birdən belə bir sual yaranır. Adekvat bəy necə anlasın ki, bax bu odur ki, o düzgün qərar versin. Xanım necə anlasın ki, bu adekvat bəydir. Bəli. Ancaq belə, bəy birinci özünə hörmət eləyir. Bəyin özünə ayırdığı zaman var. Bəli, istər fiziki görünüş baxımından, istər iş baxımından bəy həyatda bir yerlərə gəlib çıxıb. Yəni özünü tapıb. Özünü tapan insan, ayağı yerə möhkəm basan insan. Bunu həm mənəvi, həm maddi anlamda deyirəm. Yəni xarakterli insan, şəxsiyyət olan insan. Şəxsiyyət kimdir? Şəxsiyyət odur ki, öz arzularını reallığa çevirə bilib. Böyük bir faizlə ən azından. Bəli, şəxsiyyət halına gəlib çatmış bir bəy, əlbəttə ki, xanıma da şəxsiyyət kimi davranacaq.